Salam, hörmətli abituriyentlər. Şirvanşahlar dövləti 13-15-ci əsrlərdə bu haqda ilk öncə danışaq. 3-cü Fərib Börcün dövrü 1225-1243-cü illəri əhatə eləyir. 1227-də ölkə Xarəzm Şah Cəlaləddinin yürüşünə məruz qalır. 3-cü Fərib Börc 100.000 dinar xərac verməklə asılı düşür Cəlaləddindən. 1239-cu ildə isə Şirvan və Dərbənd Monqolların yürüşünə məruz qalır, Monqollar tərəfindən tutulur və Ali Monqol xaqanlığının tərkibinə daxil edilir. Yəni 3-cü Fərib Börcün dövrü olduqca mürəkkəb bir dövr idi. 2-ci Aslanın dövründə isə Monqolların 3-cü yürüşünü görürük. 1256-58-ci illərdə o itaətkarlıq göstərir və Şirvanı dağıntıdan xilas eləyir. Şirvanşahlar öz adlarından pul kəsdirsələr də, Monqollardan asılı olmaqla onların hərbi səfərlərində iştirak etməli idilər. Kavus ibn Keyqubadın dövründə Elxanilər dövləti süqut edir və Şirvanşahlar fəallaşırlar. Amma Cəlairilər bu dəfə problemə çevrilir. 1367-ci ildə Cəlairilər Şirvana yürüş eləyirlər və onu tuturlar. Bunun səbəbi isə Kavusun vaxtı ilə Təbrizə yürüş etməsi idi ki, bu Cəlairlərin heç də xoşuna gəlməmişdi. Huşəng dövləti gücləndirmək üçün bir sıra addımlar atdı, Muğan ərazisini Şirvanşahlar dövlətinə tabe etdi. Amma əhaliyə qarşı çox qəddar idi, ona görə də narazılıq yarandı, üsyan başladı və Kəsranilər sülaləsinin devrilməsi ilə nəticələndi bu. Huşəng getdi, Kəsranilər də getdi və onun yerinə 1-ci İbrahim gəlir. 1-ci İbrahimin hakimiyyətə gəlməsi ilə Şirvanda Dərbəndilər sülaləsi hakimiyyətə gəldi. Teymura tabi oldu və ölkəsini Toxtamışın hücumlarından müdafiə etdi. Teymur da onu Şirvanın hakimi kimi tanıdı. Teymurun Qızıl Ordu və Osmanlılara qarşı hərbi səfərlərində müttəfiq kimi yaxından iştirak etdi. Amma Teymurun ölümündən sonra siyasətin dəyişdi və Teymurlara qarşı mübarizə apardı. 1405-ci il Kür döyüşündə Teymurun nəvəsi Ömərin ordusunu məğlub etdi və Teymurilərin Azərbaycanın şimalındakı hakimiyyətinə son qoyuldu. 1406-cı ildə Təbrizi tutur. Amma Qara Yusiflə Əhməd Cəlairinin yaxınlaşması xəbərini eşidərək Şirvana çəkilir. Çünki onlarla başa-baş gələ bilməzdi, bilirdi. 1407-ci ildə öz hakimiyyətini Şərqi Gürcüstana yayır və yenə də gəlib ilişdiyi Qaraqoyunlular olur. 1412-ci ildə Kür döyüşündə Qaraqoyunlulara məğlub olur və asılılığı qəbul edir. Şəki hakimliyi haqqında isə deyə bilərik ki, 1229-cu ildə verilən məlumatlara əsasən Şəkini arıca təyin olunmuş vəzir və vali birlikdə idarə edirdilər. 13-cü əsrin ortalarından Şirvan və Şəki Monqol imperiyasının tərkibində idi. Şəki Elxanilər və Cəlalilər dövründə Azərbaycanın tərkib hissəsi kimi qalmış, əksər vaxtlarda Şirvanın nüfuz dairəsində olmuşdu. Qeyd olunur ki, 14-cü əsrin 30-cu illərində Şəkidə Oyrat sülaləsi hakimiyyətdə idi. 13-14-cü əsrin qovşağında Şəkini Muğan və Aranla birlikdə Fəzlullah Rəşidəddinin oğlu Cəlal idarə edirdi. Teymurun birinci yürüşündə Şəki ona tabi olsa da Seyid Əli sonradan itaətdən boyun qaçırır. Ona görə Teymur ikinci yürüşdə Şəkini qarət edib dağıdır və Seyid Əli öldürülür. Teymurun üçüncü yürüşündə isə Seyid Əlinin oğlu Seyid Əhməd İbrahimin vasitəçiliyi ilə Teymurla müttəfiqliyi bərpa eləyir. Belə, hörmətli abituriyentlər, ümid edirik ki, videomuz sizin üçün faydalı olacaq. İndi isə vəsaitimizdən dərs öyrənək. Hər birinizi uğurlar.